Həyatım, get mənim üçün mal dili al gəl, bugün ləzzətli delikates hazırlayacağım. Mal dilindən delikates, yaxşı, tez gedib alıb gəlirəm. Aldım gəldim həyatım. Deyəsən malın dili yaman uzun olub. Nəysə, gedək hazırlayaq. Mən dili ilk olaraq 1 saatlıq soyuq suda saxladım, indi isə bişiririk. 3 ədəd dəfnə yarpağı əlavə edirik. Mən də qara dənəvər istiot olmadığı üçün keşniş toxumu əlavə edirəm. Ən sonda duz əlavə edib 2 saatlığına bişməyə qoyuruq. Mal dili artıq 2 saatdır bişdi, indi isə dərisini soyacağıq. Üzərinə vurmaq üçün sos hazırlayırıq. 1 xörək qaşığı dolusu mayonez əlavə edirik. 1 xörək qaşığı dolusu da ketçup əlavə edirik. Üzərinə duz, istiot, sarımsaq tozu, paprika əlavə edirik. Sonda limonumuzu da əlavə edib qarışdırıb dilimizin üzərinə çəkirik. Sosladığımız dilimizi əvvəlcədən 200 dərəcədə qızdırılmış sobaya bişməyə göndəririk. Mal dilimiz hazırdır. İndi isə dilimizi dilimləyirik. Həqiqətən möhtəşəmdir. Havva da görürsünüz ki, burada çox bəyəndi. Mən də çox bəyəndim. Sizlər də mütləq şəkildə hazırlayın.